Salam, bugün sizə bu labın necə həll olunacağını göstərəcəm. Burada digər labdan fərqli olaraq userların ID-ləri randomdur. Yəni, misal vermək gərəkərsə, bizə verilən məlumatları düz edək. Gördüyünüz kimi, user ID-miz random bir şeydir. Və bizdənsə tələb olunansa, Carlos user'ın APK-ni tapın. APK gördüyünüz kimi buradadır. Bu bizim öz user'ımızın APK-idir. Bizə Carlos'un APK lazımdır. Və bunun üçünsə biz homepage-inə gedirik və gördüyünüz kimi burada postlar var. Misal, posta baxsaq, görərik ki, bu post admin tərəfindən yayınlanıb. Və bizə lazım olan Carlos'dur. Bu bizim tərəfimizdən yayınlanıb. Bu isə Carlos tərəfindən yayınlanıb. Carlos user'ına gördüyünüz kimi klik edə bilirik. Klik etdikdən sonra isə gördüyünüz kimi Carlos'un user ID-sini görə bilirik. Və bunu buradan kopyalayırıq. Çünki bu bizə lazımdır. Öz adresimizə gəlirik və gördüyünüz kimi bu URL hissəsində bizim öz APK-imiz, öz ID-mizi yazıb. Bunu Carlos'un ID-sini əvəz edirik. Və gördüyünüz kimi Carlos'un hesabının içindəyik. Və bizə dediyinə görə APK-yi sabit etməliyik. APK-yi buradan kopyalayırıq və solution hissəsindənsə APK-mizi serverə göndəririk və bu qədər.